Oğlana bax. Sənin adın nədir? Niyələtin. Kimi gözləyirsən? Anama. Amma sağalacaq. Əlbəttə sağalacaq. Bizim anamız da xəstələnib. Onu dünən bura gətirmişik. Həkim deyir ki, biraz gözləyin, sizə balaca qardaş verəcəyik. Bacılar, gəlin qardaşınıza baxın. Ata, mən qardaş istəyirəm. Oğlum, keç əyləş, indi mən gəlib. Keç. Allah saxlasın. Çox sağ ol, həkim, çox sağ ol. Belə. Dediyim kimi yoldaşınızın vəziyyəti çox ağırdır. Onu təcili əməliyyat eləmək lazımdır. Həkim, xahiş edirəm, əlinizdən nə gəlirsə eləyin. Eləysə siz qeydiyyata yaxınlaşın, ödəmə eləyin. Biz də xəstəni əməliyyata götürək. Nə qədər ödəmək lazımdır? Onu mən bilmirəm axı, onu qeydiyyatda sizə deyəcəklər. Amma istəyirsinizsə, mən sizə təxmini deyim. 5000 manat eləyəcək. Əslində bu daha çoxdur, amma mən deyərəm orada 5000 manat yazarlar. Həkim, 5000? Nə oldu 5000 çoxdur? Çox ağır, ciddi bir əməliyyatdır. Bundan aşağı qiymətə mən sizə heç nə elə bilmərəm. Ad günün mübarek, Tural ad günü mübarek, ad günün mübarek, Tural ad günü mübarek, ad günü mübarek, ad günü mübarek, ad gün. Bugün oğlumuzun ad günüdür. 13 yaşı olur. Dostu tanışı var. Hara aparacaqsan bizi? Sürprizdir. Doğrudan. Aha. Ay bala. Ay uşaq. Ona bax, ona bax. Yenə dalaşırsınız. Sizə deməmişəm dalaşmayın. Deyirlər bu gün mənim az gündür. Mənim ağıllı balam. Ad günün mübarək. Yaxşı ki doğulmusan. Deyirəm yaxşı oldu. Həm dincələri, həm də Turalın ad gününü qeyd eləyərik. Əlbəttə, 13 ildir uşağın ad gününü qeyd eləyə bilmirik. Hər dəfə bir əmma çıxır. Ümid edirəm bu il heç nə olmaz. Ana, birinci planımız nədir? Atam bizi elə gözəl yer aparacaq ki. Lap yaxşı. Yaxşı olar ki, İsmailliyə gedək. Hə, düz deyirsən, elə yaxşı yerdir ki. Bəs bu ananı? Həyətdədir. Yaxşı. Tez olun, yiyin, hazırlaşın gedək. Mən dəniz istəyirəm. Mən maşın sürmək istəyirəm. Tural, Əli, Kamal, Müjdəm, Amalya, bir də Nuray. Hamısı buradadır. Əş ver uşağın kitabını. Hamı buradadır. Dayan. Bu ne hanı? Bu ne hanı? Bu ne hanı? Baba necə bilmirik, bu ne hanı?
Bonisiz gedə bilmərik. Düşünün. Yəni bağışlayın, biz yəni bonussuz heç yerə gedə bilmərik. Ya, ay qardaş, belə şey olurmu bu ayda? Ay nə bilim vallah, bu olmur. Uşaqlar baxın, bu bizim planımız. Yəni başlaya bilərik. Bu bizim evimizdir. Bu da bizim həyətimizdir. Banya axırıncı dəfə həyətdə yatmışdı. Axı mən onu axırıncı dəfə qonaq otağında görmüşdüm. Evimize oğlu gelir. Yox, girə bilməz. Atam qoymaz. Bizim atamız hamıdan güçlüdür. Əlbəttə. Onda Gəncədə həyət axtaraq. Amma belə yox. Kinolardakı kimi. Müraciətlə telefon gətirir. Alo, salam qardaş. Salam. Biz bugün bu ad günü ilə bağlı sizdə masa sifariş eləmişdik. Onu ləğv eləyin də zəhmət olmasa. Niyə? Nə oldu ki? Boyun iti be qardaş. Bu 12-dir qardaş. Başa düşmədim. Uzun məsələdir. Yaxşı, yaxşı. Hə, sağ ol, sağ ol. Üzmeyi harda öğrenmeye olar? Hafızda. Tehlikesi harda çinmeye olar? Hafızda. Hardasan? Görüşə bilərik. Uşaqlar, mən təcili getməliyəm. Yaxşı. Burada da yoxdur. Burada da yoktu. Burada da yoktu.
necəsən? Yaxşıyam. Sənəm Ali, necəsən? Yaxşıyam. Sən necəsən? Mən də yaxşıyam. Topuma bax gör, nə görsən ki, atam alıb 6 manata. Nə baxam? Salam uşaqlar, necəsiz? Yaxşıyam. Bu iti görməmisiniz, buradan keçməyib ki. Əmi, buradan o qədər çox et bir şey çəkib ki, biz hardan bilək? Hə? Adın nədir? Boynu. Görməmisən? Yox. Bilirsən qızım, bu it çox bahalıdır, ona görə axtarıram. Neçəyədir ki, 6 manatadır? 6 manat? Yox, 4 manat. Gördünüz, mənim topum həm qəşəngdir, həm də bahalıdır. Mən darıxıram, gedək oynayaq. Alo, köməyinizə ehtiyacım var. Tez olun. Tural, qardaşım, narahat olma. Biz onu 100% tapacağıq. Dostlar, biz Bonnie'ni tapacağıq. Axtarışı davam edək. Getdik. Atası Ülker'e bülbül aldı. Ülker dedi, ata bülbül oxuyur. Bülbülün adəti budur. Əlbəttə oxuyur. Yurda obası üçün darxanda kədərdən oxuyur. Ona xoş olan deysə, şirin oxuyur. Mələk uşaqlıqdan müəllim olmaq istəyirdi. İndi o kənd məktəbində müəllimdir. İşlədiyi məktəbdə uşaqlar dərslərini yaxşı oxuyurdular. Maraqlı nağıllar, məsəllər bilirdilər. Mələk müəllimdir. Müəllim də uşaqların uğruna şad olur. Axı Mələk müəllim onların ilk müəllimidir. Uşaqlar, ora baxın. O əmi orada nə axtarır? Yəqin telefonunu itirib. Əmi, nəsə itirmisiniz? Hə qızım, hə, gəlirəm. Salam uşaqlar. Bağışlayın, sizi narahat edirəm. Bizim belə bir itimiz itib. Bayaqdan axtarıram, görməmisiniz bunu? Mən gördüm, sizin itiniz o tərəfə getdi. Bu idi? Bəli. Çox sağ ol mənim balam, çox sağ ol. Nə oldu uşaqlar, iti tapa bildiniz? Hər yerə baxdıq, yoxdur. Uşaqlar, ruhdan düşməyək, o tapılacaq.
ovdandır. Qədimdə insanlar buradan su çəkirdilər. Mən başa düşdüm. Bunun içində su qoyusu var. Bəs niyə qapı bağlıdır? Ona görə ki, uşaqlar suya düşməsin. Uşaqlar, gərək yeməyə deyərdik, bizə şokoladlı dondurma alardı. Qardaşım, atam deyib ki, tanımadığınız adamlardan heç nə alıb yeməyin. Gedin solaq çay. Anam deyib ki, dondurmanın üstündən su içmək olmaz. Bu hava çox sərindir. Tətilimiz yaxşı keçir. Çox pis oldu. Nə olub? Meyvələr evdə qaldı. Narahat olma, mən də meyvə gətirmişəm. Yox, olmaz. Bu nə deməkdir? Biz hamımız dostuq. Sonmaz əvvəllər belə deyildi. Paylaşmağı heç sevməzdi. Deyəsən oxuduğu kitablar ona yaxşı təsir edib. Kitap baxın. Uşaqlar deyəsən evdən qaçıb. Bəs onun sahibi hanı? Gəlin gedək baxaq. Tanıdım, o bir evinin içidir, onu axtarırdı. Neynirsən? Görmürsən qırmızı ışıq yanır? Axı da sizi. Bir dəqiqə ilə heç nə olmaz. Bəs nə vaxt gedəcək? Yaxşı işıqda. Məktəbdə öyrədirlər, evdə başa salırlar. Yenə də qırmızı işıqda keçmək istəyirlər. Bax, indi keçmək olar. Nə olub, niyə keyfin yoxdur? Anan xəstələnib, qorxma sağalacaq. Ramo, salam. Nədir? Necəsən? Tanıdın məni? Yox, ax biz sənin ad günündə Happy birthday to. Happy birthday to. Yadma düşdü. Bu sənin içindir. Yox, onu oradan tapmış. Orada tapsan, doğrudan oradan tapmışsan. Əslində mənim içindir. Çərdən onu axtarıram.
Bir dəqiqə dayanmır. Ora qaçır, bura qaçır. Mən də itirdim. Yaxşı ki, sən onu tapıb saxlamısan. Afərin sənə. Gəl belə danışaq. Bax, mən bütün bu şarları verirəm sənə. Sən də əvəzində mənim itimi qaytarırsan özümə. Ay, sağ ol. Bunu da tut. Tut, eybi yox, eybi yox, eybi yox. Buyur, Ramal. Ay mənim şirinim, ay mənim lotariyum. Neydi sənin adın? Dayan görüm. Boni, ay mənim şirin bonim, ay mənim gözəl bonim. Boni gedək bizi gözləyirlər. Boni, boni, boni. Orada dayanma. Niyə? Avtobus orada saxlamayacağam. Mənə görüb saxlayacaq. Avtobus yalnız öz dayanacağında saxlayır. Bu da təzə çıxdı. Yox, qayda belədir. Əgər sərnişinlər istədikləri yerdə avtobusa minsələr, avtobuslar gecikər və tıxac yaranar. Elə mən burada da dayanacam, burada da saxlayacaqlar. Görərsən, orada saxlamayacaq. Bilirəm. Salam xanım. Mən iti tapmışam. Siz o 5000 manat mükafatı hazır eləyin. Mən iti gətirim. Bəli, mən sizinlə əlaqə saxlayacağam. Oldu. Sağ olun. Bu da belə. İndi. Görərsən hansı tamaşanı göstərəcəklər? Şahzadə Melina'nın ağlına. Ay, mənim çox sevdiyim tamaşa. Şəhsədən oynayan qıza heç xoşum gəlmir. Mən ondan yaxşı oynayardım. Sanki. Əziz tamaşaçılar, xoş gəlmisiniz. Gəlin tamaşamıza baxaq. Ağlama, ağlama, ağlama. Səfiyə, gəl bura. Mənim ayım ağlıyor, onu sakitləşdi. Mən gələnə onu sakitləşdi. Ne oldu? Ne ses geldi? Ayını sakitlemek istiyorum. Ben veriyorsun. Vermezsen gitmesin. Ne olur? Oraya ağlayın. Ben indici geldim. Nasıl bacağım mısın sen? Ancak gittiğiniz gününüz çok geçti. Ama bilin ki ben sizden daha güzelim. Gerçekten hiç rahat olma. Benim sütü yaxşı qızdır. Onun rəfiqəsi yoxdur, ona görə belə danışır. Gəl gedək onun rəfiqəsi. Əziz dostlar,
olasınız. Mən sizi çox sevirəm. Oğlum, bəsdir qəmləndin. İti tapıblar, birazdan gətirirlər. İndi şən bir şey çal. Alo. Eşq olsun qardaşıma. Necəsə? Nə var, nə yox? Sən qardaşın ölüb be ya. Hə. Bilmirəm kiminsə itidir. Deyir tapana 5000 manat mükafat verəcəm. Hə. İndi aparım iti verim, mükafatımı alım. Yaxşı, yaxşı. Zəng eləyəcəm sənə. Şimdi ol. Buna bax ay qardaş, sən nə bilirsən mükafat verirlər? Şimdi elana baxdım da. Elanda yazılıb ki, tapana 5000 manat. Şəklini də çəkmişəm. İtin şəkli, Yasin nömrəsi. Ha? 5000 manat hazır elə, gəlirəm. Aparmağa. Əvvəl zəng elə də sən ona bir. Dedim, elədim də, indi arvadım. Hə, indi o ilə danışırdın. Sən belə elə, ona görə nigaran qalma. Sən kondisioneri yandır da, ürəyim partladı istilər. Kondisioneri görürsən əlavə pulu deməlisən. Aşı, sən indi bizi pulla qorxudursan. Pul məndə, yenə də məndə. Sən yandır, pulundan narahat olma. Alo! Nətərdir vəziyyət? Vermir ki əziyyət. Hə. Ya bilirsən bu oğlanlar nə iş görür? Narahat olma. Hə, yoldayam. Taksi ilə gedirəm. Nə? Sən qardaşı elə belə oğlan bilirsən. Mən adi taksi ilə gedənəm. Business class. Oldu. Mən deyən oldu, olmadı. Düş qardaş, düşdən yoldum mən özüm ölüm. Düş. Yox, ay belə oğlan. Ay yaxşı oğlan. Ağa bir çöpülür oğlan. Bəz zarafat gəlmə. Ha! Ay kişi pulu kim verəcək bəs? Xəstə diyor. Yaxşı da az danış, aparım. Bonni yəsinə təhvil verdim, gəlirəm. Bonni. Alo, siz gəlirsiniz? Xanım, it taksidə qaldı. Necə yəni taksidə qaldı? Qaldı da. Nə oldu? Toğrayıblar. Gidək. Nə oldu? Niyə dayandın? Bilirsən dostum, əslində mənim idmana həvəsim yoxdur. Sadəcə mən bura atama görə gəlmişəm. Başa düşmədim. Atam böyüyəndə məni böyük idmançı kimi görmək istəyir. Amma mən idmançı olmaq istəmirəm. Bəs nə olmaq istəyirsən? Mən böyüyəndə təyyarəçi olmaq istəyirəm. Təyyarəni göyə qaldırmaq üçün güc lazımdır. Gör indi gücüm artdı. Hə, bax indi möhkəmdir. İndi təyyarəni qaldıra bilərəm. Hə, qaldırarsan.
Alo. Hə qardaş. Salam. Necəsən? Bayaqdan bu təzə çempionumuz haqqında oxuyuram. Halal olsun, halal. Zarafat deyil. 16 ildən sonra Olimpiya çempionu olduq. Qızıl medal gətirdi. Halaldır. İndi bura bax. Həvəsə düşüb mənim nəvəm idman eləyir. Bəli. Deyirəm ondan sonra cavan uşaqların hamısı idmana gedəcək də. Hə. Yaxşı. Sağ ol, sonra danışarıq. Sağ ol. Məhəmməd. Gəl bir stəkan su içsə, bayaqdan. İçmirəm. Niyə? Ürəyim istəmir. İçməsəm nə olacaq ki? Ben indi desəm ki, nə olacaq? Deyəcəksən, baba yenə alimlik edir. Əli. Fatma. Yağmur, bura gəlin. Qulaq as. Əli. Su içməsək nə olar? Qəbz olarıq. Qarnımız xəstə olar. Saçlarımız tökülər. Ay sağ ol. Tez-tez başımız ağrıyar. Su içməz qanı artırır, ürək sağlam olur. Boynumuz tez uzanır. Ona görə də uşaqlar gündə 1 litr su içməlidir. Gördün? Sən də deyirsən belə. Dünyanın 70% sudan ibarətdir. Qanımızın 83% sudur. Əzələlərimizin 75% sudur. Sümüyümüzdə 22% su var. Sən də deyirsən, su içməsəm nə olacaq? Gəl. Ay sağ ol. Bax belə. 5 gəl. Salam həkim. Salam qızım. Qızım sən necəsən? Yaxşı. Əlindəki nədir? Deməmişəm qazlı, rəngli sular içmək olmaz. O sağalır, daha yaxşıdır. Bilirəm sağalır. Amma yenə o sulardan içsə xəstələnər. Ümumiyyətlə, qazlı, rəngli sular içmək olmaz. Anam deyir, boynunuz balaca qalar. Düz deyil. Onu ver mənə. Ay sağ ol. Uşaqlar, siz də buradaymışsınız ki, idman eləyirdiniz, lap yaxşı. Amma kölgədə olun, yoxsa sizi gün vurar. Gün vurar? Necə? Günəşin əlləri var. Günəşin şüaları var. Bəs müəllim deyirdi, günəşin faydaları çoxdur. Günəşin faydası çoxdur, bəli. Amma günəşin altında olanda, papaq taxmayanda beyin damarları genişlənir. Və nə olur? Bağırsaqlar bastır. Ürək bulanması, qusma olur. Adamın üzü qıpqırmızı olur. Baş gicəllənməsi olur. Bilirmişsiniz ki? Bir dəfə mən cün vurmuşdu. Tez kölgəyə apardılar, alnıma da yaş dəsmal qoydular. Düz elədilər. Bütün bunlar baş verməsin deyə nə etməlisiniz? Kölgədə olmalıyıq, papaq qoymalıyıq. Açıq rəngli paltarlar geyinməliyik. Afərin, siz hər şeyi bilirsiniz. Onda mən gedim. Amma bütün qaydalara riayət edirsiniz. Oldu? Sağ olun. Sağ olun, sağ olun. Oldu. Alo. Salam qardaş. Bu elana it qoymusunuz. O it, mən sizə deyim də necə oldu. Mən özüm taksi sürücüsüyəm. Bir nəfər klon əl elədi, mənə oturdu maşına. Düşəndə də pulu vermədi. O iti də qoydu mənim üçün. Hə, pulun əvəzinə. İndi mən də ki, it saxlayan deyirəm. Qoymuşam onu sayta satıram. Kim istəyir, versin pulun, aparsın iti. O iti alıram. Mən də sizə məkan atacağam. Zəhmət olmasa o məkana gətirin.
Yo, bura bax, mən istirahət eləyirəm. İndi mən sizə məkan atıram, pulu gətirin, itinizi aparın. Pulu gətirin, itinizi aparın. Mən mane olmayın, istirahət eləyirəm. Əla oldu. İti satıram, maşını da satıram. Ceyran kimi maşın alıram özüm üçün tezə. Gülər çəkilə ehtiyacımız var, başqa ilacım yoxdur. Heç vaxt. Çəkil. Yox, mən istəmirəm. Sonra deyəcəklər ki, Gülərlə oğurluq eləyir. Ay qız, alacağım var. Bax, söz verirəm. O gələnə qədər toplayıb yerinə qoyacağam. Nə alacağın var? Sənin alacağın 50 manatdan o tərəfə keçmir. Yaxşı, götür. Amma yerinə qoyacaqsan ha. Mütləq. Mütləq. Atamın telefonundan ünvanı götürdüm. Gəlir ora. Qartal qaytarım, mən Şahinəm. Hər şey plan üzrə gedir. Şahin, mən Qartalam. Hər şey aydındır. Tez gəlmişəm, amma eybi yoxdur, tez gəlməyin ziyanı yoxdur. 10 minə qadasını alaram, 10 min. Salam, Əleyhissalam. mən gəldim. Sən kimsən ha? İtin sahibi. Sən özünə sahiblik eləyən lazımdır. Get topundan oyna. Kimsəni səninlə danışırdım mən? Oo. Ay kişi, get, giyiminə keçiminə baxmına.
Əmim, götürün bunu. Bu nədir? 10.000 manat. Hə, siz deyəsən xarici kinolara çox baxırsınız. Burada geyim keçimlərinə baxılan. Yerin gedin topuzla oynayın. Əmi, götürün bunu. Kodu nədir bunun? 155. Hay. Hə, bu uşaqlar mənə alır. Hay. Əziz dostlar, baxın mən sizə başa saldım qızların da partiyasını, rəqslərini, oğlanların da rəqslərini. Və eyni zamanda sizə demək istəyirəm ki, bəzən elə hallar olur ki, mən özüm də izləyirəm. Qızlar başlayırlar bir də görürsünüz ki, oğlan kimi oynamağa və bu ətrafdan, qıraqdan çox bayağı görsənir. Çalışın ki, qızlar öz gözəl, incə rəqslərini, hərəkətlərini eləsinlər, oğlanlar da öz hərəkətlərini, öz rəqslərini eləsinlər. Fikrim çatdı sizə? Ay, sağ ol. Bəli. Bəli. Sadiq? Hə, Sadiq buradadır. Kim idi danışan? Hə, Tural, salam, salam. Təbrik edirəm səni. Təbrik edirəm. Ad günün mübarək. Yaxşı, yaxşı oldu. Təşəkkür edirəm. Sağ ol. Sadiq, Turala zəng eləyərsən, yaxşı? Hə, uşaqlar, başlayaq. Salam qızlar. Ax, sən niyə Turala dedin tortu mən alacağam? Hə də, atamız tortu alardı, biz də pulumuzu yığıb hədiyyə alardıq. Anamız dedi ki, bu şənliyin ən şirin uşaqları siz olmalısınız. Onda bir iki dənə də limonat alardım. Hə, düz deyirsən, gərək alardım. Yaxşı, onda tortu sən al, şəkərburayının paxlavanı biz alarıq. Uşaqlar, zarafatı qutarın. Vaxtımız azdır. Yaxşı, razıyam. Çay süfrəsini biz açarıq. Nəzrin, dediyin o tort dükanı hardadır? Orada, bizim küçədə. Tort, şəkərbura, paxlava. Səməni neçə dənə? Səməni neçə dənə olsun? Səməni neçə dənə? Deməli, şəkərbura, paxlava olsun. Bəs səməni? Hardasan, bayaqdan səni gözləyirik. İşdə gecikdim də. Mədinə nəsə olub? Yox. Bax dostum, əgər bir səbəb yoxdursa, gecikmək heç yaxşı sayılmır. Yaxşı, bağışlayın. Yaxşı, bastadıq. Hə, nə qərara gəldik? Ad gününə gedirik? Əlbəttə. Yaxşı, gəlin onda hədiyyə seçək. Top alacağım. Onun topları çoxdur. Gəlin gedək tort alaq. Tortu o biri dostlar alacaq. Biz hədiyyə almalıyıq.
Afərin, kitab fikri lap əla oldu. Əlbəttə, Tural məktəbin əlaçı şagirdidir. Gecə gündüz oxuyur. Məndən çox oxuya bilməz. Bilsən nə qədər kitabım var? Uşaq nağılların hamısını oxumuşam. Oxuduqları yadında qalır. Əlbəttə. Bunu necə bacarırsan? Axşam yatmazdan əvvəl bir də səhər tezdən oxuyuram. Mən kitabı götürən kimi yuxum gəlir. Yaxşı, indi hansı kitabı alam? Məncə bu kitab daha yaxşıdır. İçində köşə şəkillər var. Var. Hansı üslubda geyinək? İdman yoxsa klassik? Mən klassik geyinəcəm. Mən yaşıl paltar alacağam. Mən qəhvə paltar alacağam. Mən də rəngli paltar alacağam. Sən neçə rəngi sevirsən? Mən yenə hamısını sevirəm. Bir dəfə oxumuşdum ki, rəngli paltar geyinib bağa getmək təhlükəlidir. Qardaşım, niyə? Çünki arılar sənin paltarını gülçəmən bilib üstünə qoyur. Hə, düz deyirsən. Bir dəfə arı məni sancmışdı. Bu gün bağda olacaq. Yox, evdə olacaq. Şükür, yaxşı qurtardın. Uşaqlar, bəs də oturdunuz. Gəlin paltarlara baxaq. Qaynayıb sənə çay gətirim. Bu nənə qurban sənə. Gətir, ay bala, gətir. İndi bu saat işimi görüm qutarıb durub sizə süfrə də açacağım. Nənə qurban sizə. Nənə, bu qoyun yunudur. Bu nənə qurban sənə. Bəs nə yunudur? Keçi yunu deyil ki, qoyun yunudur. Çox yumşaqdır, xoşum gəldi. Nənə, bu qədər yorğan döşək kimin üçün hazırlayırsan? Bu sizin üçün nənə qurban. Qışda rahat isti yerdə yatasın. Nənə, hazır yoğan döşək satırlar da. Nə də istəsək sintifon alarıq da. Ay mənim gözəl balalarım. Asiyam, Meyram. Bax, yun yoğan döşəyin yerini heç nə vermişik. Qışda da tərlətmir, isti saxlayır, revmatizmiyə də çox yaxşı təsir bağışlayır. Nənə, yun allergiya yaratmır. Bu səni dilvə nənə qurban olsun. Öyle şeylere fikir verme. Boş sözlerdi. Yun döşeye, hiç ne çatmaz. Ne diyor? Beyaz uşaklar dedi. A kızım ne dedin o? Sintifondu nedir? O bunun yanında hiç nedir yun döşeyin. Abala. Niye böyle dayanmışsınız? Dilimizi pişirin. Nene söyletmeyip yun hakkında. Ha? Bunların cevabını verin de. Yuna bit, birə, qarışqa yaxın gəlmir. Yun yorğan döşək bədənimizdə olan negativ enerjini özünə çəkir, rahat yatırıq. Heç nə bilmirik. Abla, ay Zeynep, ay Nülüfer. Ha beni bakın da. O gibi bir şey okudu. Neydi o? Onu da deyin de bunlara. Yun xalça, yun yorğan döşək evdə olan telefon, televizorun şoasını özünə çəkir. Bizə ziyan olmur. Aferin benim balalarım. Nene size kurban. Ha balam, ne olur? Ha? Ne biçim başlasısın? Nənə, ad gününə getməliyik, gecikirik. Nənə, qızlar ad gündə gecikirlər, saçlarını düzəltməlidirlər. Gecikmezler. Niye gecikirler? Babanın maşını de kapıda. Özüm bu saat. Nənə, mən burada qalıb pişiklərə baxacağam. Nənə, sən maşın sürə bilirsən? Huy,
Niye sürmürəm abala? İstəsəm qatar da sürərəm. Mən olayı zəhlədim, sanki Everest. Mən olayı zirvədim, sənə bura hələ tez. Ulduzlar köhnəlmir, nə də göydən yerə emmir. Yaradıcılıq ölmür, çünki ışıqları sönmür. Bugünkü şənlikdə ən gözəl mən olmalıyam. Xeyr, ən gözəl mən olmalıyam. Paltarım qəşəngdir, saç düzüm də ona görə olmalıdır. Eşitirsən nə deyirlər? Hə, eşidirəm. Bəs niyə bir söz demirsən? Nə deyim? Ver madəsini. Müəlliməmiz deyib ki, əsas daxili gözəlliyidir. Nilufər! Tural dedi ki, biraz tez gələrsiz. Klonun bizə sürpriz olacaq. Turalın əkiz qardaşlar dedilər ki, lazım deyil onlardan danışma. Niyə? Hamı bilir ki, qıvrım saç əkizlər yaxşı söz deməz. Onlar gözəllikdən başa getmə bacarmırlar. Hə, dəcəzə. Tapdım onu. Əzizim, mənim lotareyam. Əmi, iti oğulamışdı. Necə? Buyur. Danış. De görüm itimizi niyə uğramışdın? Mən Ha, məlləmə. De görüm iti niyə uğramışdın? bilirsən qardaş. Vəziyyət belədir ki, mənim bir yaxın dostum var. Qardaşdan da mənə yaxındır. Onun həyat yoldaşı ağır xəstədir. Təcildə əməliyyat olmalıdır. O, bayaqçı balaca uşağın anası. Mən də sizin elanı gördüm. Fikirləşdim ki, sizdən pul alaram. Verərəm dostuma. Həyat yoldaşını əməliyyat edir. O da ki, alınmazdı. Həkimlər deyir ki, sabaha qədər əməliyyat olunmasa, sonra gec olacaq. Yoxsa vallahi mən oğru deyiləm. Sevinç gedir ey insan, obadan torpaqdan, od yok olur ocaqdan, senden benden dünyada ayamayım. Al. Qardaş, mən bu pulu Tez ol, vaxt azdır. sağ ol qardaşım. Allah səndən razı olsun. Yine bir bak hayat güzel ay Allah, bir gün sevinç bizim olar bizim bir sabah. Göğe bir bak, yine bir bak hayat güzel ay Allah, bir gün sevinç bizim olar
Nə olub? Niyə çağırmısan məni? Əleyküm salam. Niyə çağıracam? Pula görə. Posim. Ayıbdır axı, biz dostuq axı. Keçən dəfə də çağırdın, pul yox. Sonra zəng vurursan ki, dostum gəl pulu götür, it var, iti satıb pulu verəcəm, amma heç nə yox. Bir iş idi də, indi keçən dəfə alınmadı, oldu. İndi vallahi deyirəm ki, pula görə çağırmışam. Klonluq eləmə ha. Nə klonluq eləməyə? Klonluq eləmə nədir? Klonluq eləmirəm. Ay kino, deyirəm pula görə çağırmışam da. Nə baxırsan? Bunu hardan tapmısan? Hardan tapmışam, niyə tapmışam, nə vaxt tapmışam, kim verib, niyə verib, sonra sənə danışarım. Vaxt itirmədə get işini görür. Sən mənim canım, oğurluq eləməmsən ki. Vallahi yox, dəlisən mən. Kimsə haqqına girməmsən ki. Estağfurullah. Get də. Gəl səni öpüm. Gəl öp, gəl öp. Gəl öpüm, başla. Gəl. Siz? Salam. Salam, siz niyə belə tez gəldiniz? Əşi gedəndən yağış yağır, şimşək çaxır. Nə meşəyə gedə bildim, nə də ki dənizə. Həm də ki evim üçün çox dartmışam. Sən axı bilsən mən evimi çox istəyirəm. Qulaq as, Boni hanı? Boni buradadır, Boni. Çox darıxmışam onun üçün. Boni. Boni mənim şirin Bonim, gözəl Bonim. Şirinim, şəkərim. Bonim mənim. Qulaq as. Elə bil Boni arıqlayıb ha. Yox. Gəzdirmişsən Bonini? Hə. O çox gəzib. Boni gəzdirib səni? Gözəl Boni, şirin Boni. Göyərçəkilə ehtiyacımız var, başqa ilacım yoxdur. Heç vaxt. Çəkil. Yox, mən istəmirəm. Sonra deyəcəklər ki, Gülərlə oğurluq eləyir. Ay qız, alacağım var. Bax söz verirəm. O gələnə qədər toplayıb yerinə qoyacağam. Nə alacağın var? Sənin alacağın 50 manatdan o tərəfə keçmir. Yaxşı, götür. Amma yerinə qoyacaqsan ha. Mütləq. Mütləq. Bura bax, uşaqlar ana. Sənin mi? Hə, həyətdədirlər. Həyətdədirlər. Yaxşı, mən girəm hamama çimməyə. Çıxanda sən bir yaxşı samavar hazırla, yaxşı? Yaxşı. Neyniyək? Limdən soruşursan neyniyək? Sənə dedim götürmə. İndi topla o alacaqlarını apar qoy yerinə. Gülər. Gülər. Salam ey dünyanın ən səxavətli, ən xeyirxah insanı. Eşq olsun, necəsən? Bax, istəyirsən deyim bu baxışlar nə deyir? Deyir ki, bəsdir də, klonluq eləmə. Hardan bildin? 40 il deyə bu sənətdəyəm. Gözlərimə baxan kimi bildim. Bir dəqiqə. Çox sağ ol. Bəs o... Xəstəxananı dəyişdi, tibbi sığorta da qəpiyinə qədər ödədi. Ha, götür də qardaşım. Ehtiyacın yoxdur, yoxsa... Sağ ol.
Əziz dostlar, mənim də bir sözüm var. Bilirsiniz ki, mən bu ailəni çox sevirəm. Turalın isə musiqiyə böyük həvəsi olduğuna görə onu lap çox istəyirəm. Odur ki, mənim də sizə bir hədiyəm var. Buyur Tural, 5000 manat pul sənin təhsilin üçün lazım ola bilər. Gəlin uşaqlar, alqışlayaq Turalı. Ay daş atan bəxtə ver, attığın daş yan keçər. O qız səni sevirsə, yolunda candan keçər. İndi məyər yenə min pəncərədən daş gəlir. İndi hansı sevgidə xumar gözdən yaş gəlir. Ay daş atan bəxtə ver, attığın daş yan keçər. O qız səni sevirsə, yolunda candan keçər. İndi məyər yenə min pəncərədən daş gəlir. İndi hansı sevgidə xumar gözdən yaş gəlir. Gəlin dostlar oynaya, Reyhan, Reyhan. Reyhan, Reyhan. Deyək gülər, şadlanaq, heyran, heyran. Ay daş atan bəxtə ver, daşın əcəb vaxtıdır. İndi o daş dil açıq, deyir vüsal vaxtıdır. İndi məyər yenə min pəncərədən daş gəlir. İndi hansı sevgidə xumar gözdən yaş gəlir. Ay daş atan bəxtə ver, daşın əcəb vaxtıdır. İndi o daş dil açıq, deyir vüsal vaxtıdır. İndi məyər yenə min pəncərədən daş gəlir. İndi hansı sevgidə xumar gözdən yaş gəlir. Gəlin dostlar oynaya, Reyhan, Reyhan. Deyək gülək, şadlanaq, heyran, heyran. Gəlin dostlar oynaya, Reyhan, Reyhan. Deyək gülək, şadlanaq, heyran, heyran. Gəlin dostlar oynaya, Reyhan, Reyhan. Deyək gülək, şadlanaq, heyran, heyran. Gəlin dostlar oynaya, Reyhan, Reyhan. Deyək gülək, şadlanaq, heyran, heyran. Gəlin dostlar oynaya, Reyhan, Reyhan. Deyək gülək, şadlanaq, heyran, heyran. Gəlin dostlar oynaya,